Salam aleykum hər kəsə. Bilirsiniz, mən bir-iki söz deyəcəm. O tərbiyəsiz məxluqlar var ha, orada söyüş söyür ha. Nə bilim, nələrsə yazır orada mənə, nəsə subut eləmək istəyir. Bu 44 günlük müharibədə bəzi jurnalistləri, hansı ki bu günləri bizim xalqımızı aldadır. Heç birini mən debatlarda ermənilərlə görmədim. Amma özüm iştirak elədim. 3 il dalbadal. Keçib YouTube kanalımda izləyə bilərsiniz. Həmçinin o zaman mənim həyat yoldaşım ön cəhbədə savaşda olub 44 gün ərzində. Və siz bu günləri sizin kimiləri, siz öz xalqınızı sevmirsiniz. Xeyr. Siz girib orada nalayiq söz yazanda o sadəcə sizin tərbiyənizi göstərir. Sizin valideyniniz sizə necə tərbiyə veribsə, siz də olsunuz. Bilirsiniz, bu günləri bəziləri orada yazır, oy İrana dəstəksən, oy Fələstinə dəstəksən. Bəli, dəstəyəm, olmuşam, olacam da. Çünki mən Allahı tanıyıram, Allahın nazil etdiyi Quranı tanıyıram. Və Allah buyurub ki, müsəlman hər zaman müsəlmana haqq yoldadırsa, dəstək olmalıdır. Mən də həmçinin onu çalışıram etmək. Nə mənim İranla bağlılığım yoxdur, çünki mənim orada hətta nə tanışım, nə qohumum yaşamır, nə Fələstində yoxdur. Amma Allah var və axirətdə Allah dərgahında hər biriniz cavab verəcəksiniz bu günləri etdiyinizə görə. Bilirəm, sizdə Allaha sevgi olsaydı, Allahdan qorxu olsaydı, siz bu günləri belə sərbəst girib o bu insanları onların baxışlarına görə təhqir etməzdiniz. Və mənə lazım deyil orada yazmaq ki, kim vətənpərvərdir, yoxsa yox. Hər şey göz qabağındadır. Bilirsiniz, müharibə zamanı ermənilər mənə orada SMS göndərirdilər ki, sənə görə pul verəcək ki, sənin belə başını kəsinlər, nə etsinlər. Siz onda hardaydınız?